Salam, hər vaxtınız xeyir olsun. Ekspert rəyi efirdədir. Bugün biz Sosial Xidmətlər Agentliyinin fəaliyyəti haqqında danışacağıq və mən bugünkü qonaqlarımızı təqdim etmək istəyirəm. Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov. Vüqar müəllim, salamlayırıq sizi, xoş gəlmisiniz. Və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov. Elşad müəllim, xoş gəlmisiniz. Sizi hər ikinizi studiyamıza görmək çox xoşdur və çox sağ olun ki, bizə vaxt ayırdınız. Vüqar müəllim, bizim məhz bu mövzuya bugün toxunmamızın səbəbi var və siz bunu bilirsiniz. Ötən gün biz hamımız, xüsusində siz, Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasının 5 illiyini qeyd elədik və yəqin ki, bugün ötən 5 ilə baxmaq üçün bir səbəbdir. Ötən 5 il necə keçib, Sosial Xidmətlər Agentliyinin fəaliyyətini necə qiymətləndirmək olar? Bu barədə istəyərdim qısaca bir məlumat verək, sonra digər suallarımız olacaq. Çox sağ olun. Cənab Prezident İlham Əliyevin 30 iyun 2020-ci il fərmanı ilə Sosial Xidmətlər Agentliyinin nizamnaməsi təsdiq olundu və bundan sonra Sosial Xidmətlər Agentliyi fəaliyyətə başladı və Sosial Xidmətlər Agentliyinin qarşısına qoyulan məqsəd həm müharibə dövründə, həm post-müharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olmuş şəxslər, şəhid ailələri və digər imtiyazlı şəxslərə keyfiyyətli sosial xidmətlərin göstərilməsi idi. Vüqar müəllim, istəyərdim bir dəqiqləşdirmə aparaq, çünki müəyyən ola bilər ki, bizim tamaşaçılar arasında tam anlamasınlar bu ifadəni. 5 illik, biz nəyin 5 illiyini qeyd edirik? Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasının, yəni nizamnaməsinin təsdiq edilməsi və fəaliyyətə başlaması. Amma əvvəllər də bu istiqamətdə işlər həyata keçirilib, düzdürmü? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təbii ki, bu istiqamətdə insanlara sosial xidmətlər göstərilib. Bunun izahını verək qısaca olaraq xahiş edirəm. Əvvəllər də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif sosial xidmətlər göstərilib və bunlar göstərilib, lakin bu məhdud sayda sosial xidmət olduğu üçün və az kateqoriya əhatə etdiyi üçün və artıq 2019-cu il dekabrın 30-da Cənab Prezidentin fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirməsinə bağlı fərmana uyğun olaraq bir neçə publik hüquqi şəxs yarandı və o cümlədən Sosial Xidmətlər Agentliyi əsas məqsəd göstərilən sosial xidmətin həm keyfiyyətin, həm kəmiyyətin artırılmasıdır. Qeyd etdiyim ki, əvvəllər də bu xidmətlər göstərilib, lakin bu bütün sadaladığım kontingent üzrə yox, müxtəlif kontingent üzrə və məhdud sayda xidmətlər. Amma Sosial Xidmətlər Agentliyi yaranandan sonra artıq sosial xidmət haqqında qanunda göstərilən həm formalarda göstərilən, həm 4 formada və 7 növdə xidmətin göstərilməsinə başlanılmışdır. Və qeyd etdiyim 5 il ərzində bu imtiyazlı şəxslərin mənzil, fərdi ev təminatıdır, avtomobillə təminatıdır, övladlığa götürmə, məişət zorakılığı, insan alveri qurbanlarına yardım, əlilliyi olan şəxslərlə bağlı sosial reabilitasiya xidmətləri göstərilməyə başladı. İlkin qeyd etdiyim kimi məhdud saydaydı. Artıq bugün həm xidmətimizin kəmiyyəti və artırılmışdır. Ümumiyyətlə 5 il ərzində 550 mindən çox insana müxtəlif cür qanunvericiliyə uyğun olaraq sosial xidmətlər göstərilmişdir. Təbii ki, bu barədə görülən işlər barədə müntəzəm olaraq ictimaiyyətə məlumat verilir. Kütləvi informasiya vasitələrində bu haqda məlumatlar olur. Amma istərdim ki, Elşad müəllim, siz də bir ictimaiyyət nümayəndəsi olaraq, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın rəhbəri olaraq Sosial Xidmətlər Agentliyinin fəaliyyətinə siz də qiymət verəsiniz. Yəni, kənardan necə görünür bu fəaliyyət? Bəli, demək olar ki, artıq 4 ildən çoxdur ki, mən İctimai Şurada təmsil olunuram və bu müddət ərzində bizim sosial müdafiə sistemi sayəsində görülən işlərə ki, biz ictimai monitorinqi həyata keçiribdik. İctimai Şura olaraq bu proseslərə çox ciddi şəkildə və yaxından baxırdıq, müşahidə edirdik bu prosesləri və bu prosesləri müşahidə etdikdə bizim üçün ən önəmli segmentlərdən, hissələrdən biri bu böyük bir qurumun, nazirliyin fəaliyyəti çərçivəsində məhz əhaliyə göstərilən sosial xidmətlər idi. Vüqar müəllim bir qədər öncə qeyd etdi ki, kifayət qədər geniş kateqoriya insanlar bu agentliyin xidmətləri ilə əhatə olunur. Mən burada bir məqamı da əlavə etmək istəyərdim ki, bilirsiniz, bu institusional islahatlardan sonra, agentlik yaradıldıqdan sonra ən önəmli məsələlərdən biri zənnimcə oldu ki, xidmətlərin universallaşması və keyfiyyəti baxımından
yeni bir mərhələ açıldı. Bilirsiniz, beynəlxalq təcrübədə də bu var. Ümumiyyətlə sosial xidmətlərin reallaşdırılması, əhalinin xüsusilə həssas kateqoriyalarının bu xidmətlərdən istifadə imkanları və dünya təcrübəsi və aktual iqtisadi, sosial mühit gündəm onu deməyə əsas verir ki, sosial statusa malik olan ölkələrdə bu tip qurumların institusionallaşması çox böyük effekt verir. Yəni bayaq qeyd olundu ki, əvvəl də təbii ki, bu xidmətlər göstərilirdi. Yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas funksiyalarından biri elə sosial xidmətlərin reallaşdırılmasıdır. Amma bu institusional islahatlar ona şərait yaratdı ki, artıq müstəqil nazirlik tabeliyində fəaliyyət göstərən müstəqil bir qurum olaraq bu agentlik tam şəkildə əhalinin xüsusilə həssas kateqoriyalarına, o kateqoriyalar barədə deyildi, o kateqoriyalara operativ və effektiv sosial xidmətlərin həyata keçirilməsini reallaşdırır. Və bu 5 illik müddət, o cümlədən bizim ictimai şura olaraq bu prosesləri müşahidə etməyimiz bizə əminliklə onu deməyə əsas verir ki, doğrudan da ölkəmizdə əhaliyə, xüsusilə əhalinin sosial baxımdan həssas kateqoriyalarına bu xidmətlərin göstərilməsi baxımından kifayət qədər ciddi müsbətə doğru addımlar atılmışdı. Bu gün İctimai Şuraya da tez-tez müraciətlər olunur, amma biz görürük ki, kommunikasiyalara cavabdeh olan aidiyyatı bölmə vaxtında bu məsələlərə reaksiya verir. Elə vaxt olur ki, agentliyin birbaşa ilə rəhbərliyi ilə biz təmasda oluruq. İctimai Şura olaraq və bu günə kimi, yəni bu 4 ildən artıq müddətdə ki, biz bu tərkib, yəni 2 tərkib artıq İctimai Şura fəaliyyət göstərmişdi. 21-ci ildən bəri bu artıq 3-cü tərkibdir və bu müddət ərzində elə bir hal olmayıb ki, İctimai Şuraya müraciət olunsun, sırf Sosial Xidmətlər Agentliyinin funksiyonalı ilə bağlı və o müraciət cavablandırılmasın. Yəni bunun özü mənə elə gəlir ki, kifayət qədər real indikatordur və biz bunu görürük ki, artıq burada müsbət nəticələrin olması bir reallıqdır, yəni danılmaz həqiqətdir. Digər tərəfdən bir məqam da qeyd edim, bu o dərəcədə, yəni bu beynəlxalq təcrübəyə əsasən bunu əminliklə demək olar, mən beynəlxalq təcrübəyə də baxmışam, bu o dərəcədə həssas bir məsələdir ki, istər-istəməz istənilən cəmiyyətdə sosial xidmətlərin reallaşdırılması ilə bağlı olan suallar, çağırışlar, problemlər olacaq. Yəni buna da normal yanaşmaq lazımdır. İctimai Şuranın, ictimai nəzarət mexanizmlərinin burada önəmliliyi həm də ona görə lazımdır ki, xüsusilə həssas kateqoriyalardır və aidiyyatlı dövlət qurumu ilə o kateqoriyalar, o əhalinin o kateqoriyaları arasında bir körpü olsun, bir kommunikasiya olsun, bir dialoq platforması olsun ki, orada yaranan problemləri vaxtında nazirliyə, nazirlik tabeliyində fəaliyyət göstərən müvafiq agentliyə çatdırmaq mümkün olsun və əks reaksiyanın verilməsi baxımından da ictimaiyyətin aktiv nümayəndələrinin bu prosesdə iştirakı çox vacibdir və mən düşünürəm ki, artıq bu platforma yaranıb və dayanıqlı şəkildə biz əməkdaşlıq edirik. Elşad müəllim qısaca olaraq toxundu. Müəyyən, təbii ki, iş olan yerdə müəyyən problemlər, çətinliklər də olur. İstərdim ki, Vüqar müəllim, sizdən də bu haqda, bu barədə fikrinizi eşidək. Bu 5 il ərzində təbii ki, böyük fəaliyyət həyata keçirilib, amma bu fəaliyyət zamanı hansı çətinliklərlə, hansı problemlərlə rastlaşmısınız və əsas uğurlarınız nəyə hesab edirsiniz bu haqda? Qeyd etdim, agentliyin fəaliyyətə başlanması dövrü ölkəmiz üçün həssas və şərəfli bir dövr idi. Müharibə dövrü, zəfərlə bitən müharibə dövrü idi və həmin dövrdə çevik, sürətli sosial xidmət göstərmək lazım idi. Müharibədən əziyyət çəkən şəxslərə fikirləşirəm ki, biz səfərbər olaraq bu xidmətləri göstərdik və həm müharibə dövründə, həm müharibə dövründə imtiyazlı şəxslər, müharibə ilə əlaqədar olan, şəhid əlilliyi olan şəxslər, şəhid ailələrinə lazım olan həm psixoloji sosial xidmətləri, həm də onların sosial məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xidmətləri göstərdik. Həmin dövr həm də pandemiya dövrü idi, bilirsiniz. Həmin dövrdə bu gün biz ahıllara xidmət göstəririk, amma həmin dövrdə 65 yaşından yuxarı şəxslərin belə deyək, müəyyən qadağaları vardı. Onları da xidməti götürməyi üstümüzə götürdük. Deyim, həm agentlik yarandığı dövr elə dövrə düşdü ki, sürətli, çevik, səfərbər olub. Siz artıq çətinliklə başlamışsınız fəaliyyətə. Xidmət göstərməli idik. Fikirləşirəm ki, yəni ən böyük uğurumuz da müharibə əlilləri və şəhid ailələrinin, onların sosial məişət şəraitinin Cənab Prezidentin tapşırığına uyğun olaraq sürətli təminatın həyata keçirtməkdir. Heç vaxt olmadığı dövrdə, həmin dövrlərdə 2021-22-ci illərdə, yəni post müharibə dövründə 6800 nəfər
mənzillərlə təmin olundu qısa müddət ərzində, avtomobillərlə təmin olundu və bu gün artıq imtiyazlı şəxslərdən avtomobil növbəsində olanlar yoxdur, yəni hamısı təmin olunub və bu proses sürətlə həyata keçməsi fikirləşirəm ki, daha yaxşı olur. Vurğan müəllim, siz bir qədər əvvəl dediniz ki, əvvəllər də təbii ki, bu istiqamətdə müəyyən fəaliyyət olub, amma indi bir qədər də genişlənib bu fəaliyyət istiqaməti. Mən istədim bu haqda danışaq. Yəni, əhatə dairəsi hansı istiqamətdə genişlənib? Genişləmə dedikdə nəyi nəzərdə tuturuq biz? Ümumiyyətlə, sosial xidmətlərin əsas, agentlik yaranması əsas məqsəd bu xidmətlərin keyfiyyətinin və kəmiyyətinin artırılması və ehtiyacı olan hər şəxsə əlçatanlığın təmin olunması idi. Və bu məqsədlə bu gün agentliyin bütün regionları, 13 filialı və 21 sosial xidmət müəssisəsi var. Agentlik yaranıb sosial xidmət müəssisələrinin sayı azı idi. Artıq ötən ildən uşaq evləri də agentliyin tabeliyinə verildi və bundan başqa sosial xidmət mərkəzləri yaradıldı ki, hansı ki, uşaqlara bu sosial xidmətlər ilkin bacarıqların, əlilliyi olan uşaqlara ilkin bacarıqların öyrədilməsi ilə məşğuldur. Bugün ondan başqa müxtəlif sosial sifarişlər çərçivəsində demək olar ki, bütün bölgələrimizdə uşaqlar üçün gün ərzı qayğı mərkəzi yaradılıb, ahıllar üçün gün ərzı qayğı mərkəzi yaradılıb, sosial reabilitasiya xidmətləri göstərilir əlilli uşaqlara. Bu mərkəzlərin əksəriyyəti də bütün bölgələrə əhatə edir ki, burada əlilliyi olan uşaqların ilkin bacarığının öyrədilməsi bu çox vacibdir ki, gələcəkdə bu uşaqlar daha da cəmiyyətə inteqrasiya ola bilsin və bu dövr ərzində biz əlilliyi olan bütün uşaqların ölkə üzrə qiymətləndirməsini həyata keçirdik və onların ehtiyacları və risk qrupunda olan uşaqları qiymətləndirdik və onların həm ailələrini, həm özlərini müvafiq sosial xidmətlər göstərməyə başladıq. Təşəkkür edirəm və Eşit müəllim, yenidən qayıdırıq sizə. İctimai Şuranın bir belə deyək, fəaliyyət istiqaməti də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində gedən proseslərin kifayət qədər cəmiyyətə açıq, şəffaf olmasına nəzarət etməkdir. Yəni, bu proseslərdə iştirak etməkdir, daha doğrusu. Mən istədim Sosial Xidmətlər Agentliyinin bu baxımdan fəaliyyətinin nə dərəcədə şəffaf, açıq olması, hesabatlıq baxımından nə dərəcədə effektiv olması haqqında sizin fikirlərinizi eşidək. Mən ümumiyyətlə qeyd etmək istəyirəm ki, indi bizim digər dövlət qurumlarının fəaliyyəti ilə bağlı da müvafiq məlumatlarımız olur. Təbii ki, ictimaiyyətdə bunlar geniş şəkildə müzakirə də olunur. İctimai Şura nümayəndələri arasında digər qurumlar nəzdində yanında fəaliyyət göstərən ictimai şuralar da təmsil olunan bizim həmkarlarla da söhbətlərimiz olur. Mən əminliklə bunu demək istəyirəm ki, bütövlükdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində sırf bu şəffaflığın təminatı nöqteyi nəzərdən, ictimaiyyətə açıqlıq baxımından həyata keçirilən son illərdəki bu müsbət dəyişikliklər və islahatlar, bunlar bir reallıqdır. Yəni, bu baxımdan Sosial Xidmətlər Agentliyi də istisna deyil və bu agentliyin fəaliyyətinin məhz o şəffaflıqla, effektivliklə bağlı olan göstəriciləri mənə elə gəlir ki, bir mənalı olaraq müsbət dəyərləndirilə bilər. Sırf operativlik baxımından da mənə gəlir ki, hansısa ciddi problemlər yoxdur. Bir qədər öncə də mən qeyd etdiyim kimi, bilirsiniz, ümumiyyətlə bu məsələ, sosial xidmətlərin reallaşdırılması o qədər həssas bir məqamdır ki, burada istər-istəməz suallar həmişə yaranacaq. Təbii. Və bizim İctimai Şura olaraq gördüklərimiz, müşahidə etdiklərimiz bu baxımdan ondan ibarətdir ki, doğrudan da yaranan problemlərə vaxtında və adekvat cavab, reaksiyanın verilməsi. Və bu məsələdə bir mənalı olaraq müsbət nəticələr əldə olunub. Sözsüz ki, bu demək deyil ki, burada dayanmaq lazımdır. Bu proses aktiv şəkildə, dinamikada dəyişir, inkişaf edir. Amma bir məqam da mən qeyd edim ki, sırf maddi infrastruktur təminatı baxımından, sizin o qeyd etdiyiniz şəffaflıq baxımından mənə elə gəlir ki, hansısa problem müşahidə olunmur. İndi əsas məsələlərdən biri odur ki, sosial xidmətlər axı yalnız bu maddi və infrastruktur təminatı ilə bağlı deyil. Burada söhbət əhalinin çox həssas kateqoriyalarından gedir. Onlara edilən sosial dəstək bayaq qeyd olunduğu kimi, onların xüsusilə söhbət gənclərdən gedirsə, onların gələcək formalaşması, onların cəmiyyətə lazımi formatda inteqrasiya olması, çünki bunların sabah əmək bazarına çıxması var, bunların sabah aktiv məşğulluq siyasətinə ki, bizim dövlətin sosial müdafiə sisteminin əsas, mən deyərdim, ana xətlərindən biri aktiv məşğulluq siyasətidir. Yəni, düzdür, biz o insanlara ki, onların fiziki imkanları
şərait vermir ki, onlar aktiv şəkildə məşğulluqda olsunlar, məşğulluqda, əmək bazarında təmsil olunsunlar. Onlara sosial dəstəyi dövlətimiz verir. Dövlət başçısının konkret bir mənalı mövqeyi ondan ibarətdir ki, bütün ehtiyacı olan kateqoriyalar, məşğulluqda aktiv şəkildə cəlb oluna bilməyən kateqoriyalar müvafiq dəstək almalıdır və alır. Amma eyni zamanda bizim bir istiqamətimiz ondan ibarətdir ki, o insanlar ki, onların aktiv məşğulluq siyasətinə cəlb olunması, onların əmək bazarına inteqrasiyası mümkündür. Onları məhz bu istiqamətə yönəltmək, çünki bu son nəticədə onların özü üçün də faydalıdır, effektivdir və eyni zamanda sosial xidmətlərin də funksionalından biri ondan ibarətdir ki, onları buna yönəltmək. Yəni onların gələcək formalaşmasını məhz o istiqamətə yönəltmək. Və bir məqamda qeyd edim, biz gənclərdən danışdıq, amma əslində nisbətən yaşlı kateqoriyaların da əmək bazarına cəlb olunması üçün sosial xidmətlərin onlara effektiv şəkildə göstərilməsi çox önəmlidir. Yəni faktiki olaraq bu kateqoriyalara sosial dəstəyin verilməsi ona səbəb olmalıdır ki, onlar özlərini cəmiyyətdə artıq bir halqa kimi, artıq bir demək olar ki, dövlətin dəstəyinə daim möhtac olan, hansısa ictimai təşkilatların, biznes qurumlarının dəstəyini gözləyən insanlar kimi deyil, məhz aktiv şəkildə əmək bazarında olan və əmək bazarının inkişafına töhfə verə biləcək insanlar kimi cəmiyyətdə təqdim olunmasına bir şərait yaratmalıyıq. Bu baxımdan müəyyən gəlir ki, doğrudan da müsbət nəticələr mövcuddur. Bəli, biz bir qədər öncə də qeyd etdiyim kimi, o kateqoriyalar ki, onlar müxtəlif səbəblərə görə iştirak edə bilmir əmək bazarında aktiv şəkildə, onlara dövlət öz dəstəyini verir və verəcəkdir. Ölkə başçısının bununla bağlı bir mənalı mövqeyini biz görürük. Digər tərəfdən isə, əgər o insanlar ki, o əmək bazarında aktiv şəkildə iştirak edə bilər, öz töhfələrini verə bilər müvafiq qaydada, onlar ora cəlb olmalıdır və sosial xidmətlərin də, o cümlədən müvafiq agentliyin də bununla bağlı müəyyən gəlir ki, əsas missiyalarından biri ondan ibarətdir ki, onları buna demək olar ki, cəlb etmə, yəni əmək bazarındakı aktiv fəaliyyətə. Ona görə də bu mərkəzlər ki, fəaliyyət göstərirlər, agentlik bunlara müvafiq dəstəyini verir. Müəyyən gəlir ki, onların əsas funksiyalarından biri ondan ibarətdir ki, bizim daha çox vətəndaşlarımız, fiziki imkanları şərait yaradan vətəndaşlarımız aktiv şəkildə əmək bazarında olsunlar. Aydındır. Elə isə bu istiqamətə fəaliyyəti daha effektiv qurmaq üçün təbii ki, əlçatanlığın vacib olması vacibdir. Əlçatanlığın olması çox vacib məsələdir. Və Vüqar müəllim, istərdim siz sosial xidmətlərin insanlar üçün nə dərəcədə əlçatan olmağı haqqında, xüsusən də regionlarda yaşayan vətəndaşlarımızın sosial xidmətlərdən istifadə imkanları haqqında danışasınız və bu əlçatanlığı daha da artırmaq üçün hansı işlər görülür? Bəli, əvvəldən də qeyd etdik, yəni əsas məqsədimiz sosial xidmətin ehtiyacı olan bütün şəxslərə əlçatanlığını təmin etməsidir və biz qeyd etdik 21 sosial xidmət müəssisəmiz var və 13 filialımız var və Sosial Xidmətlər Agentliyi tərəfindən həm stasionar, həm yarım stasionar, həm səyyar xidmət göstərilir və bu həm stasionar müəssisələrin və həm yarım stasionar müəssisələrin regionlarda açılmasına çalışırıq və bundan başqa səyyar sosial xidmətin regionlarda, yəni qeyd etdim mən əvvəldən özümüz imtiyazlı şəxslərin qiymətləndirməsini həyata keçiririk və o qiymətləndirmə əsasında onlara hansı xidmətlər lazımdırsa o xidmətləri göstərməyə çalışırıq və qeyd etdim ki 2023-26-cı il sosial xidmətlərin inkişafına dair Cənab Prezidentin sərəncamına uyğun olaraq strategiya qəbul olunub və bu strategiyaya uyğun olaraq da hər il regionlarda yeni sosial xidmət mərkəzlərinin açılması, mobil sosial xidmətlərin göstərilməsi ilə bağlı da qarşımızda hədəflər var və hər il buna biz çalışırıq. Bu il də yeni sosial xidmət mərkəzlərinin açılacaq. Həm bu mərkəzlərdə həm yarım stasionar sosial xidmət, həm səyyar xidmətlər göstəriləcək. Yəni, çünki bölgələrdə elə var ki, mərkəzlərə gələ bilməyəcəklər, evlərdə onlara səyyar sosial xidmət göstərəcək. Əsas məqsədimiz yəni həmin ehtiyac olan şəxslərə lazım olan xidməti göstərə bilək. Vüqar müəllim, təbii ki, sosial xidmət mərkəzləri açılır, yəqin ki, sayı bir qədər də artacaq. Dost mərkəzləri var, dost mərkəzlərə müraciət edə bilər vətəndaşlar. Bəs vətəndaşların onlayn müraciət imkanları və yaxud telefon zəngi vasitəsilə müraciət etmək imkanları varmı sosial xidmətlərdən yararlanmaq üçün? Bəli, mən qeyd etdim, yarananda ilkin olaraq tələbatı nəzərə alaraq agentliyin qaynar xətti də fəaliyyət göstərirdi və sonraki dövrlərdə həmin qaynar xətt 142 qaynar xəttinə inteqrasiya olundu və bu xidmət bu günləri sırf məişət zorakılığı ilə bağlı
qaynar xəttimiz fəaliyyət göstərir ki, 7-24 bu qaynar xəttə müraciət edə bilərlər. Ümumiyyətlə ehtiyacı olan şəxslər həm 142 qaynar xətti vasitəsilə həm bizim regional filiallar, həm onlayn müraciətdə bizə müraciət edə bilərlər. Amma əsas məqsədimiz biz bu sistemi elə qurmaq istəyirik ki, bu xidməti biz özümüz əvvəldən qiymətləndirmə aparaq, ehtiyacı olanları müəyyən edib onlara xidmət göstərək. Amma bu dövr ərzində də yenə də bizə müraciət etməklə bu xidmətlərdən yararlana bilərlər. Statistika üzrə ən çox müraciət olunan xidmətlər hansılardır bu qəməlim? Ümumiyyətlə mən bizim üçün bütün xidmətlər belə deyək, maraqlıdır və bizim üçün daha zəruri sayırıq bütün göstərdiyimiz xidmətləri. Ümumiyyətlə mən fikirləşirəm ki, elə bunu hər xidmət üzrə də kifayət qədər müraciət var. Məsələn, onlar belə deyim, müddətdir yay dövründə sanatoriya kurortu getmək istəyənlər çoxalır. Ümumiyyətlə potensial olaraq mənzillər, fərdi evlərlə müraciətlər çoxalır. Övladlıqla bağlı hər bir istiqamət üzrə müraciətlərimiz kifayət qədər var və bu xidmətləri keyfiyyətli göstərməyə çalışırıq. Yeri gəlmişkən sanatoriya kurort yollayışları üçün müraciətlər haqqında danışaq. Bu kifayət qədər populyar mövzudur. Və aktualdır. Və aktualdır indi. Əslində bununla bağlı suallar çox olur. Bir daha qısaca olaraq, təbii ki, bu haqda çoxlu məlumat verilib ictimaiyyətə, amma istədim yenə də siz Sosial Xidmətlər Agentliyinin rəhbəri olaraq bu məsələdə bir daha bir aydınlıq gətirək. Kimlər bu imkandan istifadə edə bilər? Dövlətin hesabına sanatoriya kurort yollayışlarını əldə etmək imkanından. Əlilliyi olan şəxslər və şəhid ailələri bu imtiyazlardan istifadə edə bilər, hansılar ki, yəni heç bir yerdə işləmirlər. Bu şəxslər agentliyə müraciət edib sanatoriya kurort bütövlükəsilə təmin oluna bilərlər. Bunun üçün onların göndərişi olmalıdır. Nazirliyin digər qurumundan, Dövlət Tibbi Sosial Reabilitasiya Ekspertiza Agentliyi tərəfindən və bu onlayn müraciət olur və onlayn artıq biz elektron sistemimiz var. O sistemdə növbəli əsasında biz onları təmin edirik. Bunun üçün də göndəriş olmalıdır ki, yəni vətəndaş hansı istiqamət üzrə sanatoriya müalicəsi ilə təmin olunmalıdır. Rəşad müəllim, sosial xidmətlərin regionlarda əlçatanlığı ilə bağlı istərdim sizin də fikrinizi eşidək, sizin müşahidələriniz. Təbii ki, siz həmçinin regionlarla işləyirsiniz, ictimai birliklərlə daim ünsiyyətdəsiniz. İstərdim bu barədə sizin fikrinizi eşidək. Deyə bilərikmi ki, sosial xidmətlər regionlarımızda da kifayət qədər əlçatandır? Əslində doğrudan da bu da çox aktual bir məsələdir. Son illər ərzində işgüzar fəallığın, bütövlükdə iqtisadi fəaliyyətin xeyli dərəcədə Bakıda, paytaxtda cəmləşməsi, o cümlədən sosial xidmətlərin reallaşdırılması ilə bağlı da yeni çağırışları qoymuşdu. Çünki istər-istəməz iqtisadi fəaliyyət harda çoxdursa, sosial xidmətlərin də reallaşdırılması, xüsusilə bazar iqtisadiyyatı şəraitində daha çox məhz orada fokuslaşır. Bu baxımdan, yəni Azərbaycan da istisna deyil. Ölkədə əsasən işgüzar fəaliyyətlə bağlı olan məsələlər Bakıda fokuslaşdığı üçün sosial xidmətlərin həyata keçirilməsi ilə bağlı da müvafiq çağırışlar var. Amma ölkəmizdə reallaşdırılan sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri həm də ondan ibarətdir ki, regionların sosial-iqtisadi inkişafı təmin olunsun. Bu təminat dayanıqlı şəkildə reallaşdırılsın. Təsadüfi deyil ki, bununla bağlı müvafiq dövlət proqramları da mövcud olmuşdur və bu proqramlarda əsas funksionaldan biri məhz sosial gündəmlə bağlıdır. Bir tərəfdən iqtisadi inkişaf olmalı, təbii ki, bunun hamısını reallaşdırmaq üçün. Amma ən önəmli məqamlardan biri də məhz sosial tərəfidir məsələnin. Çünki əhalinin elə kateqoriyaları var ki, onların iqtisadi fəaliyyətlə aktiv şəkildə bayaq da qeyd etdiyimiz kimi məşğul olması ilə bağlı müvafiq işlər görülməlidir. Əgər bu işlərin həmin insanların fiziki imkanları buna şərait yaratmırsa, əgər bu işlərin reallaşdırılması mümkün deyilsə, onda dövlət müvafiq sosial dəstəyini göstərməlidir və göstərir. Bu baxımdan mənə elə gəlir ki, son illər regionlarda bax o qeyd etdiyiniz əlçatanlıqla bağlı doğrudan da kifayət qədər ciddi sayıla biləcək işlər görülmüşdü. Artıq ictimai sektorunda bu prosesdə biz iştirakçının fəallaşmasının şahidi oluruq. Bizim ictimai qurumlar, ictimai birliklər aktiv şəkildə bu proseslərdə iştirak edirlər, çalışırlar bura inteqrasiya olunsun və ictimai sektorun burada aktiv fəaliyyəti iki istiqamət üzrə mən hesab edirəm ki, çox önəmlidir. Bir tərəfdən sizin də qeyd etdiyiniz kimi o əlçatanlıq, çünki bu cəmiyyət baxımından daha böyük imkanlar açır, daha çox qurumların bu fəaliyyətlə məşğul olmasına şərait yaradılır. Digər tərəfdən isə ictimai nəzarət mexanizmləri və bayaq qeyd etdiyimiz o şəffaflıq ki,
o da olduqca önəmli bir məsələdir. Şəffaflığın təmin edilməsində mənə elə gəlir ki, əsas amillərdən biri son illər ərzində məhz ondan ibarət olmuşdur ki, ictimai iştirakçılıq təmin olunmuşdur. İctimai iştirakçılığa şərait yaradılmışdı və bu yaşıl işığın yandırılması mənə elə gəlir ki, əldə olunan nailiyyətlərin xeyli dərəcədə bir açarı kimi çıxış edir. Çünki ictimai nəzarət, ictimai baxımdan şəffaflıq nə qədər geniş şəkildə reallaşdırılarsa, o bir tərəfdən ictimaiyyət arasında, əhalinin müxtəlif kateqoriyaları arasında göstərilən xidmətlərə etimadı artıracaq. Digər tərəfdən isə ictimai nəzarət mexanizmləri həmin o dövlət qurumlarının da fəaliyyətinin daha da effektiv olmasına şərait formalaşdıracaq. Ona görə də mən hesab edirəm ki, bəli, regional nöqteyi nəzərdən əl çatanlığın təmin edilməsi baxımından kifayət qədər müsbət trendlərin bir şahidi oluruq. Təşəkkür edirəm və mən istərdim ki, müasir dövrdə innovasiyaların tətbiqi, elektronlaşma son dərəcə vacibdir və mən istərdim siz Sosial Xidmətlər Agentliyində bu istiqamətdə görülən işlər haqqında danışasınız Vüqar müəllim. Nazirliyin bütün fəaliyyətində olduğu kimi Sosial Xidmətlər Agentliyində də qeyd etdiyiniz məqamlar çox önəmlidir və bu istiqamətdə mən qeyd etdim və müxtəlif alt sistemlər yaradılıb ki, bunlarla bağlı vətəndaşlar müraciət edə bilər. Bundan başqa agentlik tərəfindən müxtəlif mobil tətbiqlər yaradılıb. Bunlar da vətəndaşların istifadəsinə verilib. Bunlar autizm dərs, serebral dərs, övladını tanı, Tiflo TV, Surda TV, danışan kitab, unudulmazlar mobil tətbiqidir. Mən qeyd etmək istəyirəm, autizm dərs, serebral dərs və övladını tanı bu əlilliyi olan uşaqların valideynləri üçün nəzərdə tutulub ki, burada uşaqlarla bağlı məlumatı qeyd eləyəndə artıq övladın bu gün hansı vəziyyətdə olduğu və onun inkişafı üçün hansı dərsləri eləyə biləcəyi, bu autizm uşaqlar, serebral uşaqlar üçün nəzərdə tutulub ki, bu valideyn evdə bu uşaqlarla hansı dərsləri eləməlidir. Bu bizim əməkdaşlarımız tərəfindən müəyyən video dərslər həmin mobil tətbiqə yüklənib ki, artıq valideyn də evdə bu tətbiq bunları eləməklə uşağın inkişafına nail ola bilər. Ümumiyyətlə bizim bütün xidmətlərin başında həm uşaqlara xidmət göstərdiyimiz kimi, həm də valideynlərə müxtəlif təlimlər keçirir ki, bu uşaqlarla necə rəftar eləməlidirlər və bu mobil tətbiqlərlə vasitəsilə də valideynlər evladları ilə müəyyən təlimlər keçə bilərlər, evladlarına müəyyən dərsləri öyrədə bilərlər. Tiflo TV, Surda TV və danışan kitab isə bu gözlərin əlilliyi olan şəxslər üçün, müəyyən eşitmə qabiliyyətinə məhdud olan şəxslər üçün biz müxtəlif tətbiq məlumatları yükləmişik həmin mobil tətbiqlərə. Bu bədii ədəbiyyatdır, kitab, kinolardır və s. ki, həmin şəxslər də bunlardan istifadə etməklə cəmiyyətin tam bərabər hüquqlu kimi bədii ədəbiyyatdan istifadə edə bilərlər, kinolara baxa bilərlər, cizgi filmlərinə baxa bilərlər. Unudulmazlar mobil tətbiqimiz isə bu şəhidlər barədə məlumatdır və bu unudulmazlar mobil tətbiqindən istifadə etməklə vətəndaşlarımız şəhidlər barədə ətraflı məlumatları əldə edə bilərlər. Bu istiqamətdə də yenə də daimi yeni belə deyək, fəaliyyət göstərir. Çox vacib, çox maraqlı məlumatlar verirsiniz. Vüqar müəllim, həqiqətən də bu istiqamətdə işlərin görülməsi son dərəcə vacibdir və yaxşı ki, bizdə ölkəmizdə bu işlər həyata keçirilir. Amma bu işləri daha yaxşı, daha operativ, daha keyfiyyətli yerinə yetirmək üçün yəqin ki, peşəkar kadrların olması, kadr hazırlığı məsələsi də son dərəcə vacibdir. İstərdim bu haqda qısa məlumat verəsiniz. Sosial Xidmətlər Agentliyində bu istiqamət işləri necə qurulub və peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün nə işlər görülür? Ümumiyyətlə qeyd etdiniz, bu gün agentlikdə 2100-dən çox əməkdaş fəaliyyət göstərir, amma mütəmadi olaraq və xidmətlərin belə deyək, əl çatanlığını tətbiq, yeni əməkdaşlar, yeni kadrlara ehtiyac var. Bununla bağlı biz bu sahədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin əməkdaşlığımız, memorandumumuz var. Mütəmadi həmin tələbələri bizə təcrübəyə gəlirlər və gələcəkdə onların onları işə qəbulu ilə bağlı proses həyata keçirilir. Həm mövcud əməkdaşlarımız, həm yeni qəbul olunan əməkdaşlar da mütəmadi təlimlərə, treninqlərə göndərir ki, daim bunların belə deyək, daha da peşəkar olması üçün ehtiyac var və bu mütəmadi tərəfimizdən həyata keçirilir. Vaxtımız az qalır, amma istərdim ki, sonda Vüqar müəllim, gələcək 5 ildə, növbəti 5 ildə əsas hədəfləriniz, strateji hədəfləriniz nədir? Bu haqda məlumat verəsiniz. Qeyd etdim, Cənab Prezidentin müvafiq sərəncamı ilə 2023-26-cı strategiya qəbul olunub. Bu strategiya uyğun olaraq fəaliyyətimizi həyata keçirdirik və 2006-ya kimi bizim qarşımıza qoyduğumuz məqsədlər var ki, hansıları ki, yəni dövlətin dəstəyi ilə bunlara biz nail olacağıq və ən böyük hədəfimiz, yenə etdim ki, bütün sosial xidmətlərin qeyd olunan imtiyazlı şəxslərə əl çatanın təmin olunmasıdır. Bunun üçün də həm
qeyd etdiyim bütün növ sosial xidmətlərin yarım stasionar və səyyar sosial xidmətlərin göstərilməsinə çalışacağıq və 2026-cı il strategiyanın yekunlaşandan sonra yəqin ki, daha ətraflı, daha bir yeni proqramımız fəal başlayacaq. Eşit müəllim, istədim siz də sosial xidmətlərin keyfiyyətinin artırılması üçün nə işlər görmək olar? Hansı təklifləriniz ola bilər? Bu haqda danışasınız və ümumiyyətlə İctimai Şuranın bu istiqamətdə rolu nədən ibarət ola bilər? İctimai iştirakçılıqla bağlı olan məsələlər düşünürəm ki, daha da genişlənməlidir. İctimai Şuranın bu istiqamətdə fəaliyyətinin daha da aktiv və intensiv şəkildə olması sosial xidmətlərin effektivliyinə sözsüz ki, müsbət təsirlər göstərə bilər. Eyni zamanda yalnız İctimai Şura deyil, geniş ictimai sektorda təmsil olunan bizim vətəndaşlarımızın bu proseslərdə aktiv şəkildə iştirak etməsi və sosial xidmətlərin özünün funksionalının daha da genişlənməsi. Yəni bugünkü bu verilişdə də qeyd edildiyi kimi yalnız o maddi təminatla bağlı, maddi dəstəklə bağlı, müvafiq infrastrukturla bağlı deyil, həm də bizim vətəndaşlarımızın həssas kateqoriyalara aid olan sosial baxımdan vətəndaşların aktiv şəkildə əmək bazarında, cəmiyyətdə öz rolunu oynaması kimi məsələlər. Çünki hətta söhbət fiziki cəhətdən hansısa məhdudiyyətləri olan vətəndaşlarımızdan gedirsə belə, onların tam əksər hallarda hansısa formada cəmiyyətdə aktiv iştirakının təmin edilməsi mümkündür. Bunu beynəlxalq təcrübə də deyir, bunu artıq ölkəmizdə əldə olunan müsbət nəticələr də deməyə əsas verir. Ona görə də mən hesab edirəm ki, bu istiqamətli işlər daim təkmilləşdirilməlidir və ictimai sektorun, o cümlədən İctimai Şuranın bu məsələlərdə rolu sözsüz ki, daim artan xətt üzrə inkişaf etməlidir. Təşəkkür edirəm hər ikinizə və uğurlar arzulayıram. Bu çox vacib, ölkə üçün faydalı işlərdə sizə uğurlar arzulayıram. Çox sağ olun. Bir daha sizə təşəkkürümü bildirirəm ki, dəvətimizi qəbul etdiniz. Bir daha xatırladaq ki, bugün biz Sosial Xidmətlər Agentliyinin fəaliyyəti haqqında danışdıq. Ekspert rəyi burada yekunlaşır. Sağ olun, sağlıqla qalın.